İnsulin direncinə görə nə edə bilərəm? Qlukofaj qəbul edirəm. Qlukofajla paralel qidalanmanızı korreksiya etmək lazımdır. Yəni sizi insulin direnci edən qidalanmanı kəsməyincə insulin direnci problemindən də istəyirsiniz 10 paçka qlukofaj için qurtara bilməyəcəksiniz. Sizi insulin direnci edən həyatdan uzaqlaşmağa ehtiyacınız var. Ya da sizi o həyatdan uzaqlaşdırmaq lazımdır. Nə sizi insulin direnci eləyib? Bunu bilmək lazım. Çoxlu şəkər qəbulu, hərəkətsizlik, kola, fanta, nə bilim şəkərli içkilər, burger, KFC, orada, burada, pizzalar və s. və ondan da əlavə hərəkətsizlik. Bunların həyatından çıxart. Mən məsələn insulin direnci haqqında danışıram. Deyirəm ki, insulin direncinə gətirən səbəblər, hal-hazırda saydıqlarım rəy gəlir. Bildiyək, neyniyək? Yəni mən buna gətirib çıxardan səbəbləri deyirəmsə də bunları eləmə də. Faktiki olaraq bu problemi yaradan səbəbləri deyirəm. Bu səbəbləri də deməli aradan qaldırmaq lazımdır da. Yəni mən deyirəmsə də əgər sizi insulin direnci misal üçün də çörək eləyirsə, çörəyi deməli çıxartmalısan ki, insulin direncindən qurtulmağa müəyyən dərəcədə pozitiv təsir göstərsin. Nə var burada?